Kızlar, salamlar. Mən bugün sizinlə təbiətin qoynunda, günəş işığında saç rutinimi paylaşıram. Gördüyünüz kimi ilk öncə saçlarım üçün quru daraqlama prosesini həyata keçirirəm. Bu proses olduqca saçlar üçün vacib və əhəmiyyətlidir. Üçüncü adımımızda isə yağlanan saç diblərinin üzərindən yenidən daraqlama prosesi həyata keçirirəm. Sonlara yaxınlaşan bu dəqiqələrdə artıq tamamilə saç köklərimi yağladığımdan əmin olduqdan sonra 1-2 saat saxladıb daha sonra saçlarımı yaxşıca yuyuram. Əgər videomu bəyəndinizsə, alınan nəticəni ilk görənlərdən olmaq üçün kanalımı izləməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu gözəl günəş işığı ilə bol sevgili günlərə.